Proletkult deyilən istiqamət sənətdə nə axtarırdı və nə tapa bilmədi. Hele program devam ediyor. Kulubun faalları, Hüseyin bacıları bu saat öz maharetlerini gösterecekler. 1906-cı ildə mühacirətdə yaşayan Rus yazıçıları Lunaçarski, Gorki, Bogdanov ictimai fikri sənət vasitəsilə dəyişmək üçün proletar mədəniyyəti təşkilatı deyə bir hərəkatın təməlini qoydular. Rusiyada Bolşevik inqilabından sonra bu sənət hərəkatı daha da böyüdü və iş başına keçdi. Qısa adı proletkult olan bu hərəkat mədəniyyət sferasında müstəqil və kütləvi fəhlə hərəkatı idi. İnqilabdan sonra hərəkat üzvləri məktəblər, emalatxanalar və teatr dərnəkləri ilə fəhlələrə elm və sənət öyrətməyə başladılar. Onlar sənət xalq üçündür devzi ilə yola çıxmışdılar. Proletkult Eisenstein, Meyerhold, Popov kimi avangardistlərin təşkilatı idi. Onlar avangard sənəti marksizmlə əlaqələndirir, sənəti sosial və sinfi bir hadisə kimi görürdülər. Proletkultçuların lideri Bogdanov 19-cu əsrin sosialist utopikləri Saint-Simon və Fourierdən təsirlənərək sənətin əsas rolunun ictimai həyatı təşkil etmək olduğuna inanırdı. Sənəti istehsalın, əməyin bir növü kimi xarakterizə edirdi. Proletkultun öncülləri və davamçıları tamamilə müstəqil və yeni mədəniyyət növünün yarana biləcəyini iddia edirdilər. Bu mədəniyyətin adı isə proletar mədəniyyəti idi və bu mədəniyyətin bayraqdarı sənət olacaqdı. Sinifi və sosial eksperimentlərə əsaslanan bir sənət. Bu sənət siyasətə yön verməklə bərabər yaradıcılığı fərdilikdən uzaqlaşdırıb kütləviləşdirəcəkdir. Bogdanov İngilis sosialist utopiki John Ruskin kimi sənətin ən ali müəllim olduğuna inanırdı. Proletkultun yaratmaq istədiyi yeni mədəniyyət bütün həyatı bədiləşdirəcəkdir. Yeganə əmək bədii əmək olacaqdır. Bogdanov, Lunaçarski və Gorki sənəti elm və texnika, istehsalatla birləşdirmək istəyirdi. Sənəti elm və texnika ilə vəhdətdə görürdü. Onlar və davamçıları sənət aləmində ortaya çıxan ideyaları fabriklərə, emalatxanalara, zavodlara, tarlalara yayırdılar. İnqilabın bayrağı altında çalışan bütün istehsal sahələrində yaradıcı dərnəklər yaradılmışdı. Məsələn, Rəşid Behbudovun sənətə gəlişini lentə aldığı Bəxtiyar filmimizi xatırlayın. Filmdə o dövrün neft sənayesinin içində cürbəcür sənət sahələri ilə məşğul olan fəhlələrin yaradıcı dərnəyi göstərilir. Bu dərnək istehsalın içinə yayılmış proletkult hərəkatının bir nümunəsidir. Filmin yaradıcı heyəti Hüseynova bacıları və digər fəhlələrdən düzəldilmiş sənət adamlarının obrazları ilə məhz proletkultun ideyalarına ironiya edirlər. Son anda səhnəyə çıxan Rəşid Behbudovun performansı isə proletkulta verilmiş ən sərt cavabdır. Sənət fərdidir və kütlənin zövqünün fövqündədir. Kollektiv həmişə icraçıdır. Onu yaradıcı olmağa məcbur edəndə ortalığa Hüseynova bacıları çıxır. Yaradan həmişə təkdir. Hər yerdə və həmişə. Sağ olun, kifayettir. Kifayettir, sağ olun.